Salam əziz izləyicilərimiz. Biz bugün Göygöl rayonu Qoşqara kəndində çox gözəl müəlliməmizin evində biz qonağıq. Xoş gördük müəllimə sizi. Çox sağ olun. Adınız, soyadınız? Əlləzova Bənövşə Məmməd qızım. Neçənci ildə anadan olmusunuz və harda? 1963-cü il Gürcüstan Siirt Manis rayonu Şindilər kəndində anadan olmuşam. Dekabr ayının 10-u. Hansı ali məktəb bitirmişsiniz? Hansı ixtisas üzrə dərs deyirsiniz? Hal-hazırda da dərs deyirsiniz? Mən Bakı Pedaqoji İnstitutunu İbtidai Təhsil Pedaqogikası və Metodikası üzrə institutu bitirmişəm 1983-cü ildə. Təyinatla öz rayonumuza qayıtmışam, yəni Manis rayonunun Yeni Göydəhdağ kənd Natamın orta məktəbində işləmişəm 4 il. Daha sonra ailə vəziyyətinə bağlı həmin rayonun qonşu kəndi Aşağı Qavrabulaq tam orta məktəbinə getmişəm. 4 ildə orada fəaliyyət göstərmişəm. Daha sonra ailə vəziyyətindən bağlı ümumiyyətlə Gəncə şəhərinə köçmüşük və Göygöl rayonunun Quşqara kənd tam orta məktəbində fəaliyyətimi davam etdirmişəm. Hal-hazırda da davam məktəbdə etdirirsiniz. yenə fəaliyyət göstərirəm. Müəllimə, ümumilikdə neçə ildir fəaliyyət göstərirsiniz? Ümumilikdə 43 ildir fəaliyyətimi davam etdirirəm. Bəs fəxri adlarınız, mükafatlarınız olub? Gördüyümüzə görə burada fəxri fərmanınız da var. Diaqnostik qiymətləndirmə oldu da, bildiyimiz kimi, həmin diaqnostik qiymətləndirmədə 50 bal topladığıma görə təhsildən fəxri fərmanla təltif olunmuşam. Çox gözəl. Seçilmiş müəllimə Qabaqcıl müəllimələrdənsiniz, seçilmiş müəllimələrdənsiniz. çağırış almışam ki, orada da mənim haqqımda yazsınlar. Niyə müəllimə? Çox gözəl dəyərləndirdilər, siz də dəyərləndirin sənətinizin, ömrünüzün yarı hissəsini, yəni 43 il az deyil də, yəni qurban vermişsiniz sənətinizə. Müəlliməlik sizin üçün nə deməkdir? Müəllim sənəti şərəfli, həm də məsuliyyətli. Həm də bir çətin şeydir. Müəllim olmaq üçün gərək həm şagird olasan, həm müəllim olasan, həm öyrənəsən, həm öyrədəsən. Yenə deyirəm, çox məsuliyyətli işdir. Uşaqların tək təlimi deyil, həm də tərbiyəsi, ana qayğısı mütləqdir. Uşaqları özümüzün övladlarımız qədər sevməsək, bu işimizi davam gətirə bilmərik. Hər bir qabağımızda oturan şagird bizim üçün övladdır. Hər birinə biz sevgi ilə yanaşırıq, onu özümüzünküləşdiririk. Onları o dərəcədə sevirik ki, hətta 4 il tamam olur, onlardan ayrılmaq bizə o qədər çətin olur, o qədər belə, necə deyim, hətta yuxarı sinifə keçəndə başqa müəllim onlar haqqında danışanda biraz qısqanırıq da ki, bu bizim əlimizin məhsuludur, onu öz övladımız kimi sığalaya, yaxşısın günündə, çətin anında həmişə onların yanında oluruq. Ona görə də onlar bizim üçün o qədər doğma olur ki, onları əldən buraxanda yenə deyirəm, bəzən qısqanclıq da olur bizdə. Sizin sayənizdə biz ruçka tutmağı, qələm tutmağı sizin sayənizdə öyrənmişik, ibtidai sinif müəllimimiz. Biz də bacardığımız qədər həm biliyimizlə, həm tərbiyəmizlə, hər şeylə onlara örnək olmağa çalışırıq. Ən yaxşı tərbiyə deyir, özünü tərbiyədir, eyni zamanda. Yəni ki, biz özümüz elə addım atmalıyıq ki, onlar bizdən bəhrələnsinlər. Ən əsas olaraq hörmət olmalıdır. Müəllimələrlə şagirdlər arasında. Yəni, hörmət olmalıdır. Müəllimə, yoldaşınız haqqında, yoldaşınızın adı, soyadı, həyat yoldaşınızın? Qəliyev Hüseyin Bayramoğlu 1960-cı ildə, o da Gürcüstan Siirt Manis rayonu Şindilər kəndində anadan olubdu. 1987-ci ildə Bakı Dövlət
Universitetində filologiya fakültəsinə qəbul olub. 1981-ci ildə institutu bitirib, təyinat üzrə Cəlilabad rayonunda işləyibdi 7 il. Sonra yenə bayaqda dedim, öz rayonumuza qayıdıbdı. Aşağı Qarabulaqda, Dmanisi rayonunun Aşağı Qarabulaq kəndində müəllim işlədi. Hansı ixtisas üzrə müəllim işləyib yoldaşınız? Dil ədəbiyyat. Çox gözəl. Dil ədəbiyyat. Çox gözəl. Evlatlarınız var, neçə evladınız var? 3 evladım var. Adlarını deyərdiniz. Vəliyev Fuad Hüseynoğlu. Ticarətlə məşğuldur. Vəliyeva Aytən Hüseyin qızı dünyasını dəyişib. Allah rəhmət eləsin, yeri cənnət olsun. Kiçik qızım Vəliyeva Aygündür. Gözəllik salonunda fəaliyyət göstərir. Çox gözəl. Çox gözəl. Nəvələr, ümumilikdə 4 nəvəniz var dediniz. Allah saxlasın hamısını. Müəllimə, buradan sizə baxacaqlar. 10 il sonra, 5 il sonra, 2 il sonra baxan, gələcəkdə fəaliyyət göstərən müəllimlərimizə, müəllimələrimizə bir yaşlı nəsil müəllim olaraq tövsiyəniz nə olar? Yəni, nə tövsiyə bildirərdiniz? Tövsiyəm odur ki, hər bir kəs öz işini sevməlidir və bu işə məsuliyyətlə yanaşmalıdır. Əgər insanda məsuliyyət varsa, o işini ürəklə davam elətdirirsə, ondan örnək götürən nəsillər də faydalanacaqdır. Mən birinci növbədə məsuliyyət. Ən əsası məsuliyyət. Nə qədər savadlı olsan da, əgər fəaliyyətində məsuliyyətin yoxdursa, ondan mən yenə deyirəm də, bəhrələnmə o qədər də mənə görə olmayacaqdır. Əgər məsuliyyətin varsa, o işdən həm özün, həm də sənin şagirdlərin faydalanacaqdır və bəhrələnəcəkdir. Məsuliyyət. Birinci növbədə mən məsuliyyət deyirəm. Savad da önəmlidir, yeniliklərlə ayıqlaşmaq lazımdır, hər yerdə çalışmaq mütləqdir. Ancaq yenə deyirəm, birinci növbədə məsuliyyət lazımdır. Deyirsiniz ki, 43 ildir siz fəaliyyət göstərirsiniz, hal-hazırda da dərs deyirsiniz. Dərs deyə gəlmişsiniz indiki devrə. Keçmişdəki təhsillə indiki təhsilin arasında nə fərqi var? Fərqi nədə görürsünüz? Fərq deyəndə bilsəm, əvvəllər bütün sahələrə eyni münasibət bəslənirdi, bütün fənlər eyni dərəcədə. Bu mənim üçün yaxşı bir tərəf kimi qəbul edirəm. Çünki insan hər tərəfli olmalıdır, hər bir elmdən ən azı məlumatlı olmalıdır. İndi biraz fərqlidir, seçim olur, hansı ixtisas qrupuna üstünlük verirsənsə, deməli o tərəfə daha çox meyllənir də. Necə deyim, ancaq ki, belədir ki, dərindən öyrənirlər artıq bu yönəlmədə. Keçmiş zamanına görə, öz dövrümüzə görə yaxşı idi. Bugün də indi zamana görə məcburuq yolla addımlamağa. Hər harda olmasına asılı olmayaraq, hər kəsin seçimində onlara uğurlar arzulayıram. Hər nəyi öyrənirsə dərindən öyrənsin və dərindən də öyrətsin. İnşallah. Müəllimə, buradan bəs özünüzün keçmişdə dərs dediyiniz şagirdlərinizə və indiki dərs dediyiniz şagirdlərinizə nə deyə bilərsiniz? Hər birinə ilk növbədə insanlıq, vətənpərvərlik, düzgün tərbiyə. Daha sonra da yenə bilik, savad həmişə önəmlidir. Cəmiyyətdə seçilmək üçün, varlığını bildirmək üçün mütləq savad olmalıdır. Həm bəhrələnsinlər, həm də özün nə zamansa lazım olanda kiməsə fayda verə biləsin. Çox gözəl müəllim. Müəllimə, çox sağ olun. Bizi yenə qapınızın ağzında qarşıladınız. Çox sağ olun, təşəkkür edirik. Bizə xatirələrinizi bizlə bölüşdüyünüz üçün sizə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun, Allah razı olsun sizdən. Siz var olun, çox sağ olun ki, əziyyət çəkirsiniz, gəlirsiniz. Minnətdarlığımı bildirirəm. Allah sizlərə var eləsin. Siz bizim gələcəyimizsiniz. Allah qorusun sizləri.
Sinan Bahəm, çox sağ olun.